Tele bürclər, qoçlar, şirlər, oxatanlar, od ünsürləri 20 oktyabrdan 27 oktyabra doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Məncə bu həftə od ünsürləri çox gözəl həftə yaşaya bilərlər. Çünki bütün kartlarda enerjilərin aktivləşməsi, güclənməsi və emosionallıq, egoistlik, məncəlik çox yüksək səviyyədədir. Bu həftə qoçlardan başlasaq, qoçlar bu həftə tamamlanma dünyamızın qapılarını açacaqsınız. Yəni mənə nə tamamlayırsa, kim tamamlayırsa, hansı mühit, hansı iş tamamlayırsa, ora doğru aktivləşməyinizi gücləndirəcəksiniz. Bu həftənin ən güclü enerjiyə sahib insanlardan biri də qoçlar siz olacaqsınız. Xüsusi bir gücünüz, xüsusi bir enerjiniz olacaq ki, sizin qarşınızda dayanmaq, sizi aktivləşdirmək biraz çətin məsələ olacaq. Çünki o qədər enerjiniz bol olacaq. Ən çox da maddisal sferaya doğru aktivləşəcəksiniz. Öz daxilinizdə olan məncilliyi, egoistliyi, müdür, vəzifə, güc, istəyinizi daha da aktivləşdirəcəksiniz qoçlar. Həftənizi uğurlu edə bilərsiniz və məncə də həftə uğurlu olacaq. Sadəcə həftənin sonlarında bir balaca qorxularınız, panikalarınız və yarımçıq qalmış nüanslarınız özünüzə doğru aktivləşmiş bir formada sizi zəiflədə bilər. Ümumi dəyərləndirsə iki qapı arasında qalaraq iki qapının ikisi də sizə uğurlu bir şəkildə gələcəyini qoçları unutmayın. Maddisal sfera baxımından şanslarınız gəlir və sadəcə olaraq həftənin 3-cü, 4-cü günlərində biraz maddiyatınızın idarəsini gücləndirə bilirsiniz, dəngəvizi, ağlınızı işə sala bilirsiniz, həftənizi uğurlu bir formaya sala bilərsiniz və həftənizdə o kritik zonalardan keçə bilərsiniz. Gücünüz normadan çoxdur, enerjinizi aktivləşdirib tamamlanma dünyamıza keçəcəksiniz və insanlara qarşı seçim enerjinizi, seçim istəyinizi gücləndirəcəksiniz. Ümumi beyninizdə olan sualların həftənin sonlarına doğru sizi narahat etməsi və həftənin şənbə gündən başlayaraq bədəninizdə və sağlamlığınızda narahatçılığın aktivləşməsi bədənsal enerjinizi, həm daxili enerjinizi, həm xarici enerjinizi, həm böyrəyinizlə əlaqədar, ayaqlarınızla əlaqədar və nəfəs bilmirəm, ağız və nəfəs sistemi ilə əlaqədar olaraq problemlərinizin güclənməsinə səbəb ola bilər. Bunları dəngələşdirsək ümumi həftəni 82%-ə qədər qoçlar güclü və enerjili şəkildə bitirə bilərsiniz. Şirlərə gələndə şirlər bu həftə özüm də şir olduğum üçün bu həftə məhkəmə qurmuşsunuz beyninizdə. Kim ədalətlidir, kim haqlıdır, kim haqsızdır. Bu həftə bunu məntiq olaraq qurmuşsunuz. Amma birinci fikir vermək lazımdır. Siz haqlısınızmı deyə şirlər. Çünki şirlərin egosu və təkəbbürü, öz rahatçılığı hər şeydən vacib olduğu üçün biraz ədalətli formada tamamlana bilməyəcək. Ailəli və evli şirlər bu həftə ailə ilə özünüzlə əlaqədar çox ciddi danışıqlar etməlisiniz. Yəni yarımçıq qapıların, keçmişdən qalmış problemlərin gələcəyə doğru aktivləşməsi var. Bu həftə şir qadınlar və şir kişilərdə hamısı kişi formasında formalaşacaqsınız. Yəni mən kişi kimi idarə olmalıyam, özümü qabağa çəkməliyəm, özümü gücləndirməliyəm kimi beyninizin içərisində məhkəmə quracaqsınız və sevgi şəxsiyyətinə əlaqədar yeni bir qapılar və daha ola bilər keçmişdən gələcəyə doğru gələn insanların sizə doğru təsir olsun. Yəni keçmişdə tanıdığınız bir insanın sevgi olaraq, şəxsiyyət olaraq gəlişi, müdaxiləsi, aktivləşməsi olacaq. Bu həftə pis həftə deyil, sadəcə olaraq çox ağıllı, çox düşünməyiniz şeylər bu sizə uyğun deyil. Həftənizi, saniyənizi, gününüzü, saatınızı olduğu şəkildə yaşamaq lazımdır. Çox dərin düşüncəyə, çox dərin bir analizə keçmə sizin həftənizi belə deyim də qocalmış, enerjisi dəyişmiş, müdrik olmuş bir insan kimi, amma pozitiv və şənliyinizi bu həftə o qədər də hiss edə bilməyəcəm. Bədən sağlamlıqla əlaqədar analiz etmək lazım. Kilo vermə, qidalanma ilə əlaqədar olaraq diş, ağız sistemində və qulaq sistemində bəzi nüanslar var ki, belə deyim də onların yarımçılığı var, onları gücləndirməz. Ümumi dəyərləndirsək şirlər 74-75%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Oxatanlara gələndə isə oxatanlar bu həftə ailə ilə əlaqədar olur, övladla əlaqədar çox pozitiv bir həftədir. Ailəvizlə, övladlarınızla çox ciddi bir zaman keçirin. Bu həftə məsuliyyətsiz olmaq zamanıdır. Heç bir şeyin yükünü çəkmək lazım deyil. Bu həftə mən həftəmi yaşamaq istəyirəm. Heç kəsə, heç nəyə maddi olaraq, mənəvi olaraq fikir verməməlisiniz. Bu həftə sağlamlığınızla, bədəninizlə əlaqədar, ürək, damar sisteminizlə əlaqədar olaraq narahatçılıqlarınız aktivləşib önə çıxacaq. Həftənin sonlarına doğru cümə gündən başlayaraq pul maddiyatla bağlı çox gözəl xəbərlər və çox gözəl şanslar əldə edəcəksiniz. Ümumi dəyərləndirsək, od ünsürlər həftə çox uğurlu həftədir. Həftənizi dəngələşdirmə şansınız var. 2 dənə məlumat alacaqsınız oxatanlar, ruhsal enerjinizi aktivləşdirməyə çalışacaqsınız və bu iki şansın ikisi də siz